22-ci bölüm. Günəş, ay və həvarilər. Hər şey bir nur ilə başladı. Bu, Mani Peyğəmbərin öyrətdiyidir. Allah nur idi və nurda yaşayırdı. Amma çox da uzaqda olmayan bir aləmdə zülmət yaşayırdı. Bir gün zülmət uzaqdan nurun əzəmətini gördü. Zülmət nuru ələ keçirməyə və özünə tabe etməyə qərar verdi. Zülmətlə nurun arasında əbədi münaqişə məhz belə başladı. Bunun ardınca maddi aləm yaradıldı. Bu iki qüvvə arasındakı ilk müharibədə nurun bir hissəsi zülmət aləmində tələyə salındı. Mani Peyğəmbər öyrətdi ki, günəşdən və aydan saçan nur ilk nurdan qalan nurdur. Buna görə də maniçilər gündəlik ibadətlərində günəş və ay istiqamətində səcdə edirdilər. Başda düşsəniz də, düşməsəniz də bu hekayə uzun müddət gizli qalmış bir sirrin açarıdır. Hədislərə görə Ali Muhammedin qaimi İslamın adından başqa bir şey qalmayanda gələcək və yeni hökmlə dini bərpa edəcək. Əslində isə bu, aradan qaldırılmış köhnə hökm kimidir. İmam Cəfər Sadiq əleyhissalam belə buyurur. Bizim qaimimiz qiyam etdiyi zaman insanları yenidən İslama çağıracaq. Onları aradan qaldırılmış və üz döndərdikləri məsələlərə hidayət edəcək. O, Mehdi adlanıb. Çünki o, insanları uzaq düşdükləri şeyə hidayət edəcək. O, qaim adlanıb. Ona görə ki, haqqı dirçəldəcək. Qaimin məsələsi ərəblərə ağır gələcək. İmam Muhammed Baqir əleyhissalam belə buyurur. Qaim ərəblərə ağır gələn yeni bir əmir, yeni bir kitab və yeni bir hökmlə gələcək. Bu məsələnin içində olduqlarını düşünənlər çox güman ki, ənənəvi müsəlmanlar bu məsələdən çıxacaq. İmam Əbu Abdillah əleyhissalam belə buyurur. Qaimlə birgə çox az ərəb olacaq, dedilər. Amma onların çoxu qaimin bu məsələsini vəsf edir. O əleyhissalam buyurdu, insanlar imtihan olunmalı, ələnməli və ayrılmalıdır. İnsanların çoxu ələnəcək. Əgər bu məsələdə olduqlarını düşünənlər bu məsələdən çıxacaqsa, bəs onların yerinə kimlər daxil olacaq? İmam Sadiq əleyhissalam belə buyurur. Qaim xüruc edərsə, özünü bu məsələnin əhli sayanlar ondan çıxacaq. Günəşə və aya ibadət edənlərə bənzəyənlər ona daxil olacaq. Qeybət-i Nümani, səhifə 332. Bu dinə daxil olacaq kəslər günəşə və aya ibadət edənlərə bənzəyənlər, yəni maniçilərdir. Yəni, Mani Peyğəmbərin gətirdiyi din Ali Muhammedin qaiminin dini ilə eynidir. Və Mani qaimin məsələsi ilə yaxından əlaqəlidir. Bundan əvvəl açıqladığımız kimi, insanların çoxu hesab edir ki, qaim yalnız İmam Muhammed Məhdi əleyhissalamdır. Amma hədislər fərqli bir hekayədən danışır. Əbu Cəfər əleyhissalam və Əbu Abdillah əleyhissalamdan nəql olunur ki, Küfədən bəhs edilərkən onlar əleyhissalam belə buyurdu. Allah elə bir peyğəmbər göndərməyib ki, Süheyl məscidində namaz qılmasın.
Vallah, oradan Allahın ədaləti aşkar olacaq. Qaim orada olacaq və ondan sonra qaimlər olacaq. Ora peyğəmbərlərin, vəsilərin və salih kəslərin mənzilidir. Qaim sadəcə İmam Məhdi sahib əz-zaman əleyhissalam deyil, həm də onun vəsiləri olan 12 Mehdiyə aid edilən bir ləqəbdir. İkinci Mehdi Əba Sadiq əleyhissalam da qaimdir və o, Mani Peyğəmbərin reinkarnasiyasıdır. Bunu nəzərə alaraq, gəlin Mani əleyhissalam ilə İsa əleyhissalam arasındakı əlaqəyə baxaq. Mani əleyhissalam özünü İsa Məsihin həvarisi adlandırırdı. Və o, İsa Məsihin ruhu olan səmavi əkiz adlandırdığı varlıqdan vəhiylər alırdı. Mani Peyğəmbərin digər reinkarnasiyalarını nəzərə alanda, bu səmavi əkiz ləqəbi tam yeni bir məna verir. Mani əleyhissalam olaraq gəlişindən bir müddət əvvəl, onun ruhu könüllü olaraq İsa'nın bənzərinin bədəninə yiyələnməyə və onun yerinə çarmıxa çəkilməyə razı oldu. Bir gəlişdə İsa əleyhissalam bədən, Mani əleyhissalam isə ruh halında idi. Mani'nin ruhu bir həvari olaraq İsa'nı dəvəti boyunca izlədi. Növbəti gəlişdə Mani əleyhissalam bədən halında idi. İsa əleyhissalam isə ruh halında onu ziyarət edirdi. O, bir daha Mani'yə müəllimlik etdi. 3-cü əsrdə Mani əleyhissalam İsa əleyhissalamın dəvətini öz öhdəsinə götürdü. Və bildiyimiz kimi Mani əleyhissalam onun Allah tərəfindən təyin olunmuş vəsisi idi. Mani'nin ortaya çıxdığı vaxta qədər xristiyanlıq artıq ciddi şəkildə yayılmışdı. Amma çarmıxa çəkilmədən sonraki ilk illərdə xristiyanlıq sadəcə yeni bir dinin toxumu idi. İsa əleyhissalamın yoxa çıxması və Mani'nin peyda olması arasındakı illərdə nə baş verdi? Boşluqları doldurmaq üçün İsa'nın qoyub getdiyi şəxslərin həyatlarına nəzər yetirməliyik. 33-cü ildə öz gözləri ilə şahid olmuş cəmaatın hamısı təsdiqləyir ki, onlar İsa əleyhissalamın çarmıxda öldüyünü görüblər. Amma bir neçə gün sonra İsa əleyhissalam möcüzəvi şəkildə həvarilərinə canlı olaraq bir daha görünür. O, bir dəfə deyil, 2 dəfə deyil, dəfələrlə bir çox insana görünür. 40 gün sonra isə yoxa çıxır. Bu o demək deyil ki, İsa əleyhissalamın görünməsi 40 gündən sonra kəsildi. Əksinə, bu tarixin qeydə aldığı görünmələrdir. İsa əleyhissalam bu dövrü həvarilərini dəvətin yeni fəslinə, qarşıdan gələn yeni bir vəzifəyə yönləndirmək üçün istifadə etdi. Luka, həvarilərin İşləri kitabının başlanğıcında deyir ki, İsa əleyhissalam həvarilərinə söz vermişdi ki, bundan bir neçə gün sonra müqəddəs ruhla vəftiz olunacaqlar. O, belə buyurdu. Amma müqəddəs ruh üzərinizə inəndə siz güc alacaqsınız və Yerusəlimdə, bütün Yəhudiyədə və Samiriyyədə, həmçinin yer üzünün qutaracağına dək hər yerdə mənim şahidlərim olacaqsınız. Yuhanna İncilində bildirilir ki, İsa əleyhissalam bir daha belə buyurdu. Salam olsun sizə. Atanın məni göndərdiyi kimi mən də sizi göndərirəm. Bununla onlara üfürərək dedi, müqəddəs ruhu qəbul edin.
Maraqlısı budur ki, onların hekayələrinin çoxu həqiqətən anlaşılmaz, möcüzəvi hadisələrdən ibarətdir. Matta İncilinə görə İsa əleyhissalam həvarilərinə gedib bütün millətləri onun şagirdi etməyi əmr etdi. Onlar da məhz bu cür edərək İncili dünyanın müxtəlif bölgələrinə daşıdılar. Müqəddəs yazılar və 1-ci əsr tarixçilərinin kitabələri bizi onların addımlarını izləyə biləcəyimiz bir yol xəritəsi ilə təmin edir. Çarmıxa çəkilmədən sonraki ilk illərdə xristianlıq köklü bir din deyildi. O zamanın dünyası bugünkü kimi əlaqəli değildi və İsa əleyhissalamın dəvətini uzaq diyarlara yayan həvarilər olmasaydı, o, Yəhudiyədə asanlıqla yox olub gedərdi. Dinin bu ilkin dövründə nə bir təkmir liturgiya, yəni xristianların ayini, nə də müəyyən bir ibadət metodu var idi. Hətta rəsmi adı belə yox idi. İlkin tərəfdarları ona sadəcə yol deyirdilər. İlk günlərdə İsa əleyhissalamın təqibçiləri heç Yəhudiliyin bir məzhəbi belə hesab olunmurdular. Odur ki, hərəkat güclü düşmənləri özünə cəlb edəcək qədər önəmli deyildi. İlkin xristianlar o zamanda dünyanın hegemonu olan Roma imperiyasından daha çox qonşu Yəhudi məzhəbləri ilə ixtilafda idilər. Ancaq bu gedişat 1-ci əsrin ortalarından dəyişməyə başladı. 44-cü ildə 12 həvarinin ilki Böyük Yaqub həbs olundu və Roma kralı 1-ci Hirod Agrippa tərəfindən edam edildi. Bu, həvarilərin işləri kitabında qeyd edilir. O vaxtlar Kral Hirod kilsənin bəzi üzvlərini təngə gətirmək üçün əl atdı. Yəhyanın qardaşı Yaqubu qılıncla öldürdü. Həvarilərin işləri 12-ci bölüm 1-ci, 2-ci ayələr. Yəhyanın qardaşı Yaqub ibn Zəbədi Yəhudiyəni heç vaxt tərk etmədi. O, şəhid edilənə qədər Yerusəlimdə yerli missioner kimi çalışdı. Digərləri də ondan geri qalmırdı. Alimlər inanır ki, digər Yaqub, Müqəddəs Yaqub Risaləsinin müəllifi hesab edilən Kiçik Yaqub da Yerusəlimdə qaldı və müqəddəs şəhərin ilk yepiskopu oldu. O, ömrünün sonuna 62-ci ilə qədər orada qaldı. Hippolitus təsdiqləyir ki, Yaqub Yəhudi başçıları tərəfindən Yerusəlimdə daşlanaraq öldürüldü və şəhərin müqəddəs məbədinin yanında dəfn olundu. Yerusəlimin yepiskopu olaraq Yaqubu 12 nəfərdən biri olan Kənançı Şimon ilə əvəz etdi. Kənançılar Romaya qarşı çıxan Yəhudi qiyamçılar idi. Həbəş rəvayətlərinə görə Şimon İncili Samiriyədə təbliğ etdikdən sonra Yerusəlim yepiskopu olaraq çarmıxa çəkildi. Digər rəvayətə görə o, 12 nəfərdən biri Yəhuda Tadda ilə birlikdə Yerusəlimin şimalında, indiki Livan ərazisində şəhid edildi. Tarixə görə 3 həvari Matiyas, Andrey və Peter birlikdə Yerusəlimdən Suriya Antakiyasına səfər etdilər. Yunan rəvayətində deyilir ki, Matiyas xristianlığı Kapadokiyaya və ondan da o tərəfə yaydı. Tarixçi Nikiforosa görə Matiyas Efiopiyaya gedib çıxdı. Matiyasın Efiopiyada Hannibal şəhərinə gedib çıxdığını Andreyin apogrif işləri də təsdiqləyir. Hekayə bu şəkildə cərəyan edir. O zaman bütün həvarilər toplaşdılar və aralarında püşk ataraq ölkələri bir-birləri arasında bölüşdürdülər və Matiyasa Antropofagi diyarına getməyə düşdü. O zaman həmin şəhərin əhalisi nə çörək yeyir, nə də şərab içirdi.
Onlar ət yeyir və insan qanı içirdilər. Və ora ayaq basan hər yad elini tutub gözlərini çıxarır və ona fəhmini aradan aparan sehirli bir içki verirdilər. Matias ora çatanda onunla da o cür davrandılar. Amma içki ona heç bir təsir göstərmədi. O, zindanda kömək üçün dua edə qaldı və bir nur gəldi və bir səs. Matias, əzizim, görmə qabiliyyətini geri al, dedi və o görməyə başladı. Səs davam edərək dedi, səni tərk etməyəcəm, 27 gün döz, Andreyi göndərəcəyəm ki, səni və qalan hamını xilas etsin. 27-ci gündə İsa əleyhissalam Andreyə göründü və onu xilas üçün göndərdi. Andrey özü də bilmədən həvariləri ilə birlikdə İsa əleyhissalam tərəfindən idarə edilən bir qayığa mindi. Səfər boyunca İsa əleyhissalam Andreyə İsa'nın işlərindən bəzilərini nəql etməsini söylədi. Andrey İsa əleyhissalamın öz həvarilərinə şeytanın cəhalətini göstərə bilsin deyə bir dəfə onları bir bütpərəst məbədinə aparması haqqında mistik bir hekayə danışdı. Orada o heyrətamiz bir möcüzə göstərdi. Və kahinlər bütpərəst məbədinə gəldi və İsa bizə doğru olub olmadığını öyrənə bilək deyə səmaların formasını göstərdi. Bizimlə birlikdə 30 kişi və 4 keşiş var idi. İsa əleyhissalam məbədin sağında və solunda 2 sfinksin həkk olduğunu gördü. Bizə tərəf dönüb dedi, səmaların formasına diqqət edin. Bunlar səmalardakı kərubim və sirafimə bənzəyir. Və o sağdakı sfinksə dedi, sən ey səmadakıların görünüşündə olan, sənətkarlar tərəfindən yaradılan, düş və bu keşişləri inandır. Mən ilaham, yoxsa bəşər? Bu, Sfinksin danışması və İsa əleyhissalamın leyhinə şəhadət etməsinin ardınca Kahinlər dedi, o sehir vasitəsilə danışır. Eşitdiniz? O deyir ki, bu adam İbrahimlə danışır. Bu necə mümkün ola bilər? İsa əleyhissalam Sfinksə dedi, Mamre mağarasına get və İbrahimi çağır. Ona de ki, İshak və Yaqubla birlikdə qalsın. Yabusiyin məbədinə gəlsin və rahibləri ittiham etsin. O da gedib çağırdı və 12 patriarx qalxıb çölə çıxdı. Hansımız üçün göndərilmisən? Sizin üçün yox, sadəcə 3 patriarx üçün. Siz qayıdın, dincəlin. Onlar qayıtdılar. 3 patriarx gəldi və kahinləri ittiham etdi. İsa onlara qayıtmalarını söylədi. Sfinksi də öz yerinə göndərdi. Amma keşişlər inanmadı. O, çoxlu başqa möcüzələr də göstərdi. Əfsanəyə görə Andrey Matiası möcüzəvi şəkildə azad etdi. Lakin Matiasın bundan sonraki həyatı son dərəcə ixtilaflıdır. Romalı Hippolitus deyir ki, Matias qoca yaşında Yerusəlimdə vəfat etdi. Bəzi hekayələr buna zidd olaraq deyir ki, o ya çarmıxa çəkildi, ya da daşqalaq edilərək öldürüldü. Amma bəlkə də o, bu müəmmalı bölgəni heç vaxt tərk etmədi. Matiasın səfər yoldaşı Andrey İsa əleyhissalamın ilk həvarilərindən biri idi. Amma qardaşı Simon Peterdən fərqli olaraq İncil oxuyucuları onun haqqında çox az şey bilirdi. O, səyahət etdi və İsa əleyhissalamın risalətini çoxuna nəzərən daha geniş əraziyə yaydı. Andrey ilk dəfə Yəhudiyyədə, Samiriyəlilərə və Qəzzada moizə etdi. Oradan Fələstindəki Liddaya, Antakiyaya, sonra Ankaraya və erkən xristianlar üçün mühüm mərkəzə çevrilən Urfa şəhərinə getdi. Rəvayətlərə görə Andrey Urfadan sonra Yunan şəhəri olan Bizantiyaya getdi və nəhayət yenidən bir missiya üçün yola düşməzdən əvvəl
bir müddətlik Yerusəlimə qayıtdı. Andreyin ikinci sərgüzəşti birincidən xeyli təmtəraqlı idi. O, Antakiyaya çatandan sonra Kiprə, sonra da Efesusa getmək üçün bir qayıq tutdu. Oradan da Antakiyaya, Nikeyaya, Pontusa və Ərməniyəyə getdi. Bəzi rəvayətlərdə deyilir ki, o, Kürdistandan keçib Parfiyaya, Farsa, daha sonra sahil yaxınlıqlarına və indiki Pakistan-İran sərhəddinə çatdı. Oradan da o, yad planetli varlıqlar olan itbaşlı insanlar ilə qarşılaşdı. Süryanicə olan bir mətnə görə Andrey bu insanlarla qarşılaşanda onlar möcüzəvi şəkildə normal insanlara çevrildilər. İtbaşlı insanlarla olan macərasından sonra o, sahildən uzaqlaşıb böyük ipək yolu ilə Səmərqənd və Buxaradan keçərək, ehtimal ki, hətta Çinin qərb bölgələrinə də getdi. Tarixçi Yusabius yazır ki, o, təbliğat aparmaq üçün Skifiyaya getdi və sonra apoqrif mətn olan Andreyin işlərini yazdı. O, bir qədər də şimala səyahət edərək Kiyev və Novgorod şəhərlərində, sonra da Frakiyada təbliğat apardı. Sonra o, cənuba, Yunanistandakı Aheyaya səfər etdi. Hippolytusa görə Andrey Yunanistanın Patras şəhərində zeytun ağacından asılaraq çarmıxa çəkildi. Həvari Filip də Yunanistana səfər etdi. Filipin apoqrif işlərinə görə o, həvari yoldaşı Bartolomus ilə birgə təbliğat aparmaq üçün Yunanistana, Frigiyaya və Suriyaya göndərildi. Filipin işlərinə onun hazırki şərqi Türkiyədə olan Heropolis şəhərində şəhadəti haqqında əlavə bir şərh də daxildir. Mətnlərə görə Filip şəhərin konsulunun arvadını xristian etdi. Bu, konsulu özündən çıxartdı və o, Filip ilə Bartolomeyə işgəncələr verdi. Onlar başı aşağı çarmıxa çəkildilər. Amma Filip təkidlə çarmıxdan moizə etməyə davam etdi. Filipin aşkar dirənişi nəticəsində cəmaat Bartolomusu çarmıxından azad etdi. Amma Filip təkid etdi ki, onu azad etməsinlər və o, çarmıxda öldü. İsa Aleyhisselamın bir dəfə qaya adlandırdığı, üzərində kilsənin əsası qoyulacağı Simon Peter də daxil olmaqla 12 həvarinin çoxu şəhid edilərək öldü. 12 həvarinin arasında kilsəni genişləndirməkdə rəhbərliyi Peter etdi. Həvarilərin işləri kitabı onun Samiriyədə yerləşən Sebastiyaya, Liddaya, Yafaya və Qeysəriyəyə səfərlərindən bəhs edir. Hippolytus deyir ki, Roma imperiyasının mərkəzi olan Roma şəhərinə yönəlmədən öncə Simon İncili Pontusda, Galatiyada, Kapadokiyada, Pataniyada, İtaliyada və Asiyada təbliğ etdi. O, dəvəti boyunca möcüzələr göstərdi, şikəstlərə şəfa verdi, ölüləri diriltdi. O, insanları kütləvi şəkildə xristianlığa hidayət etdi və onun sayəsində hərəkat böyüməyə və qaçınılmaz olaraq bəzi güclü düşmənləri cəzb edən daha yüksək nüfuz sahibi olmağa başladı. 64-cü ildə Romada böyük bir yanğın da şəhərin 14 məhəlləsindən onu xaraba qaldı. Yanğın çıxarmaqda birbaşa günahlandırılan İmperator Nero böyüməkdə olan xristiyan hərəkatına fəlakət gətirdi və öz şəxsi arenasında kütləvi şəkildə bir dəstə xristiyanı ölümə məhkum etdi. Roma tarixçisi Tasit belə yazır. Böyük əksəriyyət məhkum edildi. Çoxu da şəhəri yandırmaq cinayətinə görə deyil, insanlığa qarşı olan nifrətə görə. Onlar heyvan dərilərinə bürünmüş şəkildə ya itlər tərəfindən parça-parça edilərək həlak oldular, ya da xaslara mıxlandılar, ya da qaranlıq düşəndə gecəni aydınlatsınlar deyə hamısı atəşə atılaraq yandırıldılar.
Əfsanəyə görə Peter də işgəncə verilənlər arasında idi. Tarixçilər həmfikirdilər ki, Peter Nero tərəfindən böyük ehtimalla çarmıxa çəkilərək öldürülüb. Rəsmi hekayəyə görə Vatikandakı müqəddəs Peter Bazilikası, yəni böyük kilsəsi Peter'ın məzarı üzərində tikilib. Peter 12 həvarinin ən məşhurlarından biridir. Bu qrupa həvari Yuhanna da daxildir. Yaqubun qardaşı və Zəbədinin oğlu Yuhanna ilk dəfə İsa əleyhissalam ilə Cəlilə sahillərində qarşılaşdı. O, Yuhannanı və qardaşı Yaqubu onu izləməyə dəvət etdi. Onlar da razı oldular. Çarmıxa çəkilmə hadisəsindən sonra həvarilər İsa'nın öldüyünü düşünən zaman o, Yuhanna və Peter'a onlar balıq tutarkən göründü. Yuhanna və Peter da digərlərinə baş verənləri dedi. Onlar müqəddəs ruhun gəlişinə qədər Yerusəlimə qayıtdı. Yuhanna möminlərlə birgə Yerusəlimdə idi. Bu zaman o müqəddəs ruhla qarşılaşdı və güc əldə edərək erkən kilsənin genişlənməsində əhəmiyyətli rol oynadı. Bir nöqtədə Kral 1. Agrippa Hirod xristianlar üzərinə hücuma keçdi və onları Yerusəlimdən qovdu. Yuhanna Efesusa gedib çıxdı. Yuhannanın həyatının bəzi hissələri məlum deyil, amma bəzi tarixi mənbələrə görə o, Efesusda kilsənin rəhbəri idi. Nəhayət o, Roma İmperatoru Domisian tərəfindən təqib edilərək ələ keçirildi və Patmos adasına sürgün edildi. Patmos bir çox Romalı cinayətkarın cəza müddətini ağır şəkildə keçirməsi üçün göndərildiyi kiçik qayalıq və qeyri-münbit bir ərazi idi. İlkin xristianlar imperiyanın daxilində narahatlığa səbəb olmaları ilə tanınan qəribə dini bir qrup hesab olunurdu. Buna görə də Yuhanna uzaqlaşdırıldı və adada öldü. İsa əleyhissalam Mattanı dəvətinə qoşulmağa çağırmadan öncə o vergi yığan işləyirdi. İsa əleyhissalam gedəndən sonra Matta dünyada missiya səfərlərinə girişmədən öncə 15 il müqəddəs torpaqda qaldı. O Suriyaya getdi. Sonra Makedoniya Yunanlarını və Xəzər dənizinin cənubunda yerləşən Parfiya imperiyasını ziyarət edərək Allahın risalətini təbliğ etdi. Mattanın ölümü ilə bağlı bir neçə ziddiyyətli rəvayət var. Amma bir əfsanəyə görə Matta diri-diri yandırıldı. Üzərinə kükürd və qətran tökülmüş, yağlı papirusa bükülməsi onu dözülməz şəkildə əzab çəkərək yavaş-yavaş ölməsinə səbəb oldu. Tarixçi Hippilutus'un iddiasına görə Matta indiki İranın Tehran şəhəri yaxınlığında Parfiyanın Hieres adlı bir şəhərində öldü. Matta kimi Bartolomey də şərqə üz tutdu. Bartolomey kilsənin ən macərapərəst missionerlərindən biri idi. Ona Filiplə birgə Frigiyaya və Heropolisdə təbliğ etməyi söyləndi. Hippilutus'a görə Bartolomey Türkiyə, İraq, İran, Əfqanistan, Pakistandan keçərək nəhayət gedib Hindistana çıxdı. Rəvayətə görə sonra o Ərməniyə bölgəsinə getdi. Həvari yoldaşı da Yahuda ilə birlikdə Bartolomeyə deyilir ki, 1-ci əsrdə xristianlığı Ərməniyəyə yaysın. Hər ikisi Erməni həvari kilsəsinin müqəddəs qoruyucuları sayılır. Bir rəvayətə görə Bartolomey Ərməniyədə Albanapolisdə edam olundu. Baxmayaraq ki, onun ölüm səbəbi ixtilaflıdır. Mənbələr onun şəhid edilərək öldüyündə həmfikirdilər. Bəzi rəylərə görə o, başı aşağı çarmıxa çəkildi. Amma ümumilikdə ən məqbul sayılan hekayə budur ki, onun diri-diri dərisi soyuldu, sonra da başı kəsildi. Həvarilərin çoxu qərbə yönəldiyi halda Bartolomey həvari yoldaşı Thomas kimi uzaq şərqə səfər etdi.
Thomasın İşləri kitabına görə bu ilahi bir tapşırıq idi. Və biz dünyanın bölgələrinə bölündük. Hər birimiz ona düşən bölgəyə və Rəbbin göndərdiyi millətə getməliyik. Odur ki, püşkə görə Hindistan Yahuda Tomasa düşdü. Thomas istəksiz idi, amma İsa əleyhissalam Thomasa göründü və belə dedi: Qorxma Thomas, Hindistana get və sözünü bəyan et. Çünki nemətim səninlə olacaq. Həvari yenə də tərəddüd etdi, amma tale onu buna məcbur etdi. Thomas bir qul kimi Əbanis adlı Hindli taciri onun vətəni olan şimal-qərbi Hindistana qədər müşayiət etməyə vadar edildi. Bir də baxdı ki, orada Gundifur adlı bir krala xidmət edir. Thomasın İşləri kitabına görə Həvarinin dəvəti krallıq boyunca kral və qardaşı da daxil olmaqla çox adamın xristianlığı qəbul etməsi ilə nəticələndi. Əfsanəyə görə onun ən ilkin möcüzələrindən biri aşağıdakı kimidir. Bir qrup Brahman aynının bir parçası olaraq suyu havaya atarkən, o onlarla qarşılaşıb soruşdu: Tanrıları razı salırsınızsa, bəs su niyə yerə düşdü? Və dedi: mənim tanrım isə belə bir təklifi qəbul edərdi. Sonra o havaya böyük həcmdə su sıçratdı və suyun damcıları parıldayan ağ çiçəklər formasında havada asılı qaldı. Baxanların çoxu oradaca onun dinini qəbul etdi. Qalanları isə qaçıb getdi. Thomas adətən iki adla çağırılır. Thomas Didimus. Bu adların mühüm mənaları var. Sami dilində Thomas Tomadır və mənası əkiz deməkdir. Didimus isə Yunancadır. Onun da mənası əkiz deməkdir. Bu ləqəbin səbəbi sirr olaraq qalır. Thomasın kitabı adlanan bir apokriftik yazıda iddiaçı İsa əleyhissalamı eyni adla zikr edir. Qardaşım Thomas, indi bir halda ki, sənin mənim əkizim və həqiqi səhabəm olduğun deyilib, özünü yoxla və kim olduğunu öyrən, necə mövcudsan və necə olacaqsan. Bir halda ki, mənim qardaşım deyə çağırılacaqsan, özünə qarşı cahil olmağın sənə yaraşmır. Xüsusən çarmıxa çəkilmədən sonra baş verən hadisəyə görə Thomas şəkk edən Thomas kimi məşhur oldu. Amma Gnostik İncillər Thoması fərqli bir şəkildə təsvir edir. Bu yazılarda Thomas İsa əleyhissalama çox yaxın biri olaraq onun bu kitablarda zikr etdiyi sirlərinin qoruyucusu kimi təsvir edilir. Gnostik Thomas İncili bu cümlə ilə başlayır. Bunlar gizli kəlamlardır ki, yaşayan İsa söylədi və əkiz Yahuda Thomas da qeydə aldı. Süryanicə olan xristian rəvayətinə görə Thomas 72-ci ildə Çennaidə şəhid edildi. Tarixçi Əfram Əl-Süryani iddia edir ki, Həvari Hindistanda şəhid edildikdən sonra əsərləri Dəclə və Fərat çayları arasında yerləşən Urfa adlı şəhərə daşındı və bu şəhər xristianlıq inancı üçün önəmli bir şəhərə çevrildi. Çarmıxa çəkilmədən öncə İsa əleyhissalam həvarilərini öz qeybətinə hazırladı. O, onlara belə dedi: Mən çıxıb gedirəm. Məni axtaracaqsınız və öz günahınızın içində öləcəksiniz. Siz getdiyim yerə gələ bilməzsiniz. Bu şifrəli kəhanət gerçəkləşdi. İsa əleyhissalam çıxıb getdi. Həvarilər İsa əleyhissalamın risalətini yayarkən xəbərləri yox idi ki, Peyğəmbərin özü başqa bir yerdə hələ də təbliğ edirdi. Həvarilər İsa əleyhissalamın risalətini yayırdılar. Lakin öyrətdikləri şeylər İsa əleyhissalamın Yahudiyyədəki qısa müddətli dəvəti boyunca olan risaləti idi.
İsa əleyhissalamın sonrakı illərdə öyrətdiyi şeylər isə daha böyük idi. Artıq təxminən 2000 il sonra nəhayət ki, həqiqətin ortaya çıxma vaxtıdır.